şeydə Machiavelli şeyi sadalayanda, bu Schmitt də bunu dəstəkləyir. Sadalayanda ki, bu hökmdarın xüsusiyyətləri necə olmalıdır? Orada qəşəng bir dənə söhbət var. Deyir, dindar görünməlidir, amma dindar olmamalıdır. Yəni dünyəvi dindarlıq və sekulyar dindarlıq deyir. Məsəl üçün indi katolisizmə görə kim özünü öldürər? Artıq azdır da belə. Yəni çox az bir qruplar var, dini qruplarda, çox az bir marjinallarda. Onlar dinə görə özünü öldürməyə, siyasətə girməyə hazırdılar da. Amma digərləri çox komforta meyl oldular da. Yəni sosiallaşdılar artıq. Ona görə nə katolisizm, nə protestantizm dini müharibələrin niqabında əslində dünyəvi müharibələr aparır da müəyyən mənada. İndi gəl bir dənə baxaq ki, məsəl üçün bunlarda Schmitt-gildə falan deyəndə ki, papa olmalıdır, nə bilim nə olmalıdır. Əslində bu papanın çox da onlara şey vermir də, siyasi bir müstəvi vermir. Yəni dünyəvi dindarlıq çox qəşəng söhbətdir. İndi bir çox İtaliyada, digər yerlərdə baxırsan ki, əvvəl din, teos müstəvi idi, siyasət onun içində şöbə idi. İndi tam tərsinədir. Siyasət, iqtisadiyyat müstəvidir. Dinə bir dənə yer veriblər orada, nə bilim katoliklik falan. Bir şöbə var baxır. Ona görə də Machiavellinin də hökmdarı dindar görünüşlü, amma əslində inanmayan adamdır.